Rəsmi Bakı hesab edir ki, hazırda iki tərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivləri qiymətləndirmək üçün yeni imkanlar yaranır. Xanım Kallasın Bakıya səfəri isə Azərbaycan-Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi və yeni səhifənin başlanğıcı kimi dəyərləndirilə bilər. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqı eyni zamanda Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək. Biz Azərbaycanla ticarət əlaqələrimizi yeni razılaşma əsasında daha da genişləndirməyi planlaşdırırıq. Elə bu yerdə onu da qeyd edək ki, xanım Kallasın Bakıya gəlişi İrəvanda və Qərb təşkilatlarında böyük rezonansa səbəb oldu. Bu da səfərin Azərbaycan üçün strateji anlamda uğurla nəticələndiyini və Avropa Parlamentinin əsl üzünün ortaya çıxmasına səbəb olduğunu söyləməyə əsas verir. Hansı aspektdə? Avropa Parlamentinin üzvləri Kaya Kallasa ittihamlar yağdıraraq onun Bakıya getməsini zəiflik, acizlik kimi dəyərləndirdilər. 2. Avropalı baş diplomatın Ermənistana deyil, Azərbaycana səfərinin Qərblə yaxınlaşan erməni toplumuna hörmətsizlik olduğunu bildirdilər. 3. Bir neçə gün bundan öncə regionda olan Almaniya prezidenti Frank-Walter Steinmeier Kaya Kallasın tezliklə İrəvana gələcəyini bildirmişdi. Ancaq xanım diplomatın İrəvana deyil, Bakını ziyarət etməsi Avropa İttifaqının xarici siyasətində Azərbaycanla əməkdaşlığa daha çox önəm verdiyini göstərir. 4. Bütün ermənipərəst dairələrin bu günlərdə saxta genosidlə bağlı hüzn ifadə etdikləri halda Kallasın Ermənistana getməməsi hay məmləkəti üçün diplomatik zərbə sayılmalıdır. Beləliklə, Avropa İttifaqı Azərbaycanla münasibətlərdə mövcud olan durğunluğu aradan qaldırmaq niyyətində olduğunu artıq bəyan edir və buna istiqamətlənmiş konkret addımlar da atır. Təbii ki, bütün bunlar qurumla aparılan danışıqların uğurla nəticələnməsinə öz təsirini göstərəcək. Amma və lakin, Azərbaycandan fərqli olaraq Amerika Birləşmiş Ştatları və Rusiyanın hazırda Avropa ilə təmasları heç də nümunəvi xarakter daşımır və münasibətlər getdikcə daha da gərginləşir. Belə ki, Brüssel və Moskva arasında artan sanksiyalar müharibəsi, həmçinin Birləşmiş Ştatların artıq Avropa bazarına daxil olmaq səyləri ittifaqın öz daxilində müəyyən parçalanmalara gətirib çıxara bilər. Bəzi ölkələr Rusiya qazından imtina etməyi düzgün hesab etməsələr də Brüsselə alternativ enerji mənbələri axtarmaq zəruriliyini bildirirlər. Lakin mənbə necə olmalıdır? 1. Etibarlı və təhlükəsiz. 2. Enerjidən siyasi alət və ya təzyiq vasitəsi kimi istifadə etməməli. Və 3. Zəngin enerji potensialı ilə seçilməlidir. 4-cü bənddə var. Və bu bənd bəlkə də ən əsaslı müstəqil siyasət aparmalı. Hansısa ölkənin yaxud mərkəzin diktəsi ilə oturub durmamalıdır. Və tam əminliklə deyə bilərik ki, bugün belə mənbələrdən biri məhz Azərbaycandır. Görün, nə qədər bunların iqtisadiyyatı bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq eləsə, bunun iqtisadiyyatı çökəcək. Baxın Avropa ölkələrini. Nə qədər onlar asılıdır güc mərkəzlərindən və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə olan rəğbəti daha da artırır. Və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə o cümlədən Azərbaycan mövqeyi də nəzərə alınacaq. Ən azı Cənubi Qafqaz və Xəzər hövzəsində. Və biz buna hazır olmalıyıq.